Yeni personal hesabı yaratmaq üçün ilk öncə insan resursları bölməsinə daxil oluruq. Daha sonra işçilər bölməsinə girib, yeni personal əlavə et düyməsini sıxırıq. Burada yeni əməkdaşın məlumatlarını qeyd edirik və təsdiqlə düyməsinə klikləyirik. İkinci etapda isə həmin işçi üçün şəxsi hesab da əlavə edə bilərsiniz. Bunun üçün yeni hesabın yaradılması bölməsində yeni hesab düyməsini sıxırıq. Müvafiq bəndləri seçirik və təsdiqlə düyməsinə klikləyirik. Beləliklə, işçinin adına olan yalnız onun daxil ola biləcəyi şəxsi bir hesab yaradılır. Bu şəxsi hesabın əsas məqsədi işçinin hansı funksiyalara icazəsi olub-olmayacağını idarə etmək. Yəni siz burada icazələri, hansı bölmələrin açıq, hansının qapalı olmasını istədiyiniz kimi təyin edə bilərsiniz. Qeyd etdiyiniz e-mail ünvanına avtomatik olaraq istifadəçi adı və şifrə göndərilir. Bu məlumatlarla işçi Travakko sisteminə öz şəxsi hesabı ilə daxil ola bilir. Yeni hesabdan işçi invoice yarada və müxtəlif satış əməliyyatlarını yerinə yetirə bilər. Eyni zamanda, işçinin öz satışlarından əldə etdiyi gəlirləri izləməsi də mümkündür. Bunun üçün, işçinin yanındakı açar ikonasına klikləyirsiniz və bəli düyməsini seçirsiniz. Sistem avtomatik olaraq işçinin e-mail ünvanına report üçün parol göndərir. İşçi hesabatlarını izləmək istədikdə, satış hesabatları bölməsinə daxil olur. Öz adının yanındakı göz ikonasına klikləyir və meylə gələn həmin report şifrəsini daxil edərək öz hesabatlarını görə bilir.